Doktor, xoş gəlmisiniz. Xoş gördük. İstərdim sizi tamaşaçılarımıza təqdim edeyim. Azər Şamilov. Bəli. Mən dəri zöhrəvi həkimi kimi sizi bilirəm, amma bunun bir... Dermatovenerolog. Dermatovenerolog. Əslində çox geniş sahədir. Yəni venerologiya zöhrəvi xəstələri əhatə eləyir. Dermatologiya isə dəri və dəri xəstələrini əhatə eləyir. Eyni zamanda dermatologiyanın içərisindən estetik həkim də çıxır. Yəni dermatoloqlar əslində estetik həkimlərdir. Eyni zamanda siz də həm də estetik həkim kimi də fəaliyyət göstərirsiniz. Aha, buna qayıdacağıq estetik həkimliyə. Dəri zöhrəvi həkimi olaraq bugünkü gündə Azərbaycanda şikayətlərin sayı sizcə çoxalıb, yoxsa yox? Tamam. Zöhrəvi tərəfindən başlayaq. Zöhrəvi tərəfindən şikayətlərin sayı azalıb, çünki artıq insanlar qoruyucu istifadə edirlər, təsadüfi cinsel ilişkilərdən qaçırlar. Yəni bu tərəfdən xəstəliklər azalıb. Yəni çox əvvələ nisbətdə son 10 ilə baxanda çox irəli getmişik. Paralel olaraq amma çox məşhur bir diaqnoz var, hamı eşidib bunun adını, human papilloma virus, genital kondilomlar. Əksən bunun sayında çox ciddi artım görürük. Bunun sayı niyə artıb ki? Bilgisizlik. Yəni insanın genital bölgəsinə hansısa bir ət xalı çıxır, ya bir ziyil çıxır, bilmir nədir və onun çox gec həkimə gəlib çıxır. Xanımlarda daha ciddi fəsadlar törədir, kişilərdə isə yəni o ərazinin tamamilə xallar götürür, çox pis bir görüntü alınır. Bilgisizlikdən başqa bir şey deyil. Yəni bu bilgini hardan almalıdılar bəs? Bilgini sosial şəbəkədə ancaq şəkillərə baxmasınlar, bizim danışdıqlarımıza da arada bir qulaq assınlar. Bizim deyəndə həkimləri. Həkimləri. Amma son dönəmlərdə, son zamanlarda DR adıyla, doktor adıyla Instagram səhifələrində, nə bilim TikTokda, sosial şəbəkələrdə ümumiyyətlə özünü həkim adlandıranlar, hətta bu xidməti göstərənlər var və bilirsiniz fəsadları da bir çox televiziya kanalları da göstərir bunu ki, yəni ağır fəsadlara belə gətirib çıxarır. Həkim, ixtisasçı həkim olmayıb, bir neçə kurs bitirib, diplom alıb və aldadıcı görüntü yaradanlar. Bizim yanımızda tibb bacısı işləyib də, 3-5 ay işləyib, sonra gelib kosmetolog olanlar var. Əlimizə baxıb öyrənib gedirlər. Burada problemi yəni iki tərəf var. Bir tərəfi, yəni dövlət tərəfindən qaynaqlanan, yəni Səhiyyə Nazirliyi bu işlə mübarizə aparır, amma məncə tam resursları yoxdur ki, bütün respublikada padvalları, nə bilim, zirzəmləri axtarıb da o kosmetoloqlar çıxardıb ifşa etməyə, yəni ona resurs satmaq. Amma sosial şəbəkələrdə çox açıq şəkildə bir, belə deyək də, kiçik bir analiz etsələr, yəni... Yüzlərlə adam taparlar. Yüzlərlə, bəli. Biz tərəfdə də problem var, çünki həkimlərin çoxusu bu işə baş qoşmur. Mən oturmuşam işimdə, işləyirəm, neyin ilə eləsinə. Yəni həkimlər də insanları maarifləndirməlidirlər. Yəni bizim də günahımız var bu işdə ki, məsələn, pasiyent gəlir bizim yanımıza, biz ona baş salmalıyıq ki, gedəcəyin həkim kim olmalıdır, nəyi soruşmalısan, nəyə diqqət etməlisən, yoxsa ki, gedin mənə bir ceyran göz elə olmaz. Birinci getdiyin adamı tanımalısan, həkimdirmi, həkim deyilmi, nə vaxt bitirib, sertifikatı varmı, yoxmu, getdiyin xəstəxanadırmı, yoxsa salondurmu, bunlara diqqət etmək lazımdır. Adətən hamı ucuza qaçır. Hə. Son vaxtlarda da sən narahat olma, məndə hər şey yaxşı idi deyib yönləndirənlər, istiqamət verənlər, bəlkə oradan 100%-ni götürənlər var. Yəni bunu da çəkinməyəcəm deməyə. Çünki dəllallar deyək də, belə vasitəçilər. Onlar istiqamət verirlər ki, bu yaxşı həkimdir, hətta həkim adlandırırlar belə, amma sonra ortada onların adı olmur və fəsadlar artıq qalmış olur. Rəqəm çox ciddi fərq yaradır. Yəni, məsələn, bədən üçün dolğular 1 qramı tutalım ki, 10 manatdırsa, maya dəyəri. Dodaq üçün istifadə olunan normal, yəni dodaq üçün istehsal olmuş dolğunun maya dəyəri tutalım ki, 100 manatdır. 10 manat, 100 manat. 10 manatlıq dolğunu pasiyentə 30 manata, 50 manata, 80 manata təklif eləsən, o qaça-qaça gələcək. Amma sən normal dodaq üçün olan dolğunu 100 manat bu maya dəyərsə, sən hansısa bir rəqəmi, 100-ün üzəri bir rəqəmə təklif eləməlisən və uçurum yaranır. O yüzdən bu tərəfə qaçan sayı çoxdur. Yəni daha ucuza qaçılır. Daha ucuza qaçılır və orada da fəsadlar yaranır. Ucuz olmaq həm də keyfiyyətsiz olmaq deməkdir. Yəni bədən üçün olan dolğuların funksiyası ondan ibarətdir ki, yəni onun istehsalı elə yaradılıb ki, gec sorulsun. İllərlə qalsın, aylarla qalsın. Aylarla yox, hətta illərlə qalsın. Dodaq üçün istifadə olunan gellərsə, məsələn biz dodaqdan danışırıq, bunlar isə əksinə tez sorulsun, geçsin, heç bir qalıcı bir şey olmasın. Yəni burada məqsəd odur ki, dodağa gel vuruldu, 6 ay, 8 ay, 1 il sorulub getdi. Adam əvvəlki vəziyyətinə qayıtdı. Amma bədən üçün dolğunu istifadə edərsə və yaxud da ki, biopolimer vurarsa, o daha ucuzdur. Ömürlük qalır və yaxud da ki, 10 illərlə qalır. Və dodağı əyilir, deformasiya olunur və adam məcbur geçsin cərraha, çox yüksək məbləğdə ödəniş etsin ki, dodağı istəyirsən kəsib, onlar oradan çıxarılsın.
Və yaxud da ki, o filtr əridilsin, yenə də yüksək maliyyələrə gəlib çıxır. Doktor, bildiyim qədər siz də kosmetoloji xidmətlər göstərirsiniz. Yəni, mən sizdə də, hətta statusunuzu belə izləyəndə, yəni orada xallardır, ziyillərdir, nə bilim, çox belə xırdalıqlara qədər, yəni bu işi görürsünüz. Qadınlar da var, yanınıza gəlirlər çox rahatlıqla. Bəli. Yəni, münasibət necədir? Kişi həkimi adətən, belə deyək də, cərrah olanda məcbur olub gedirlər. Deyirlər ki, məcbur. Ginekoloq olanda məcbur olurlar ki. Ginekoloq olanda da məcbur deyirlər axı. Məcbur olmurlar, razıyam sizdən. Amma onda da yaxşı mütəxəssisdir deyib, əməliyyatdır da, yəni daha çox cərrahiyə görə gedirlər kişi həkiminin yanına. Kosmetoloq olaraq kişi həkimi... Kişi yaxşı mütəxəssis ola bilməz ki, kosmetoloq. Ola bilər. Niyə də olmasın? Ola bilər. Yox, burada mövzu belədir ki, əslində əgər bir adam ki, bu xalatı geyinibsə, onun kişisi qadını olmamalıdır işdə. Fərq etmir. Yəni, həkimlik peşəsi elədir ki, burada artıq cinsə bölünmür. Yəni, həkimlər bəzən bizə, məsələn, kimsə bədənin bir hissəsini göstərəndə utanır, çəkinir, amma bir şey nəzərə almaq lazımdır. Biz birinci kursdan başlayaraq, yəni bu yaşa qədər o qədər bədən görürük ki, yəni o artıq professionallaşıb bizim üçün adi bir şeydir. Yəni, baxdıq, müalicə elədik, baxdıq, xalı götürdük, kəsdik, nəysə, hansısa bir işləm gördük. Onun kişi qadın olaraq həkimdə seçim etmək lazım deyil. O ki, qaldı, yəni, kosmetologiya sahəsinə, əksinə deyərdim ki, kişi kosmetoloqun sayı Azərbaycanda qadın kosmetoloqdan çoxdur. Sertifikatlı, rəsmi işləyənləri sayıram mən. Sertifikatlı, yəni dediyiniz bu həkim ixtisası deyil. İnsan öncə tibb universitetini bitirməlidir, ondan sonra bir ixtisaslaşmalıdır və hər 5 ildən bir, dövlətimizin qanunudur, 5 ildən bir getməlidir həkimlər təkmilləşmə institutuna, orada imtahan verməlidir, növbəti 5 ildir sertifikatını almalıdır. Ala bilməlidirsə, onun həkimlik fəaliyyətinə xitam verilir və yaxud da ki, ona ikinci şans yaradır ki, bir daha hazırlaşıb imtahan versin. Bu qədər sadə. Yəni, bunu keçməyən adam, hətta tibb universitetini bitiribsə belə, sertifikasiyanı keçmirsə, həkim işləyə bilməz, bilməməlidir. Yəni, həkim işləyə bilməməlidir, amma işləyənlər var və fəsadlar da həkim olmayıb da işləyənlər var. Bu problemdir. Ümumiyyətlə, tibb universitetini bitirməyib həkim kimi ağ xalatı giyinib. Bax, bugün mən də ağ xalatı giymişəm. Düzdür, ixtisasca, belə deyim də, ilk ixtisasım bioloqam ixtisasca. Yəni, haradasa mənə yaxındır, tibbi terminlərdir. Bunları deyə bilərəm, amma heç ki mənə iynə vura bilmərəm. Nə də bu, belə deyək də, kimisə aldada bilmərəm ki, gəlin mən həkiməm. Sadəcə olaraq verilişimizin konsepsiyasına, verilişimizin quruluşuna uyğun olaraq biraz da elə canlılıq vermək üçün düşündüm ki, bugün həkimlərdən bir üzr istəyərək onların xalatını əynimə giyinim və bu veriliş daha maraqlı alınsın. Çünki bu xalatı geymək üçün də ona layiq olmaq lazımdır. Yəni, o şərəfə layiq olmaq lazımdır ki, 7 il, mən hər dəfə deyirəm, əziyyət çəkirlər, oxuyurlar, amma kimlərsə də gəlir və sadəcə rahat bu xalatı giyinir əyninə və dərslər keçirlər, tədrislər edirlər. Bəli, tələbələri də var hətta. Hətta tələbələri də var. Yəni, insanlar biraz maariflənsə, məncə onların işi olmayacaq. Yəni, onlar özləri sıradan çıxıb gedəcəklər. Belə götürək, açıq sosial şəbəkəni, gənc xanımdır, açır, baxır, görür ki, yazılıb orada. 5 qram dolğu alana, nə bilim, botoks hədiyyə. Qiymətə baxır, qaçaraq gedir. Amma heç kəs ona demir ki, ay balam, bir dəqiqə deyən, bu 5 qram dolğu hara vurulacaq? Sənin bu boyda üzünə 5 qram dolğu vurmağa lazımdırmı? Yəni, bunlara diqqət etmək lazım. Bu boyda üzə, doktor, nə qədər qram vurulur? Bax, elə qoy tamaşaçılarımızda bilsin. Yəni, mən indi dodağa dolğu vurub gəlmişəm, 0,3 milligram. 0,3. Yəni, bir fillərin 3/1-ni vurub, gözəl bir dodaq əldə edib gəlmişik. Yəni, bu hökm deyil o rəqəmlərə gəlib çatmaq. Düzgün vurarsansa, düzgün nöqtəyə vurarsansa, ehtiyac deyil 1 qram, 2 qram. Amma dodağında 4 qram olan xanımlar görürük. Yəni, ona gərək yoxdur. Onun gələcəkdə fəsadı da ağır olur, onun sorulması da pis olur. Yəni, normal həkimiz... Hicablı qadınlar da gəlirlər, bax, pasiyentləriniz arasında var. Var. Hicablı xanımlardılar, yəni belə deyək də, dini ibadətli olanlardır, çox güman ki, hicabı gözəllik üçün təkcə taxmırlar, geymirlər, belə deyək. Onlar da dolğu etdirirlər üzlərinə. Dini tərəfini bilmirəm, olmaz ki? Bilmirəm, yəni mən dindar olaraq buna dini baxımdan deyə bilərlər. Dində elə bir qadağası olmamalıdır. Yazacaqlar orada altdan. Bilirsiniz nə qədər yazılar gedəcək. Dində məncə həkim məhrəm sayılır axı. Yəni, həkim yanında həkim naməhrəm sayılmır. Məcburiyyət varsa, həkimə getməlisənsə və həkim kişidirsə, dində bir qadağa yoxdur orada.
Yəni çox belə ürəklə gəlirlər. Mən görürəm, Çox rahat siz də gəlirlər. izləyirəm, baxıram səhifənizi də, statuslarınızı da və görürəm oradakı doğrudan da Bu rahat biraz da şəkildə. həkimdən də asılıdır. Mən bir rahatlıq verirəm deyə, yəni ki, adam bir kompleks yaşamadan, Hə, narahat bax bunu olmadan, yəni hicablı Güvənli gəlirlər, güvənli rahat gəlir, hə. gəlirlər. Yəni hicablı olsun və yaxud da Bax bu çox önəmlidir düşünürəm. İstər qadın olsun, istər kişi olsun da, pasiyent həkim yanına gedəndə mütləq güvənməlidir. bizim sahəmiz tələb eləyir ki, biz mehriban olaq, güvənli olaq, yəni adam rahat gəlsin. Amma bu neyrocərrahın buna ehtiyacı yoxdur. Neyrocərraha qəzadan sonra gəlir, yəni huşsuz gəlir, yəni neyrocərrah əksinə sərt, danışmayan belə olur. Yəni bizim sahəmiz biraz mehribanlıq tələb edir. Çünki insan xəstəliklə gəlmir, insan gözəlləşməyə gəlir. Yəni dodaq dolusu üçün gəlir, botoks üçün gəlir, bir biyo vurduracaq. Yəni bunun üçün gəlir. Biz xəstə kimi baxmırıq axı. Yəni biz ona pasiyent kimi baxmırıq. Biz sadəcə çalışırıq ki, hansısa bir kompleks varsa onu aradan qaldırıq və yaxud da ki, hansısa bir səhv istəyi varsa onu etməyək. Hətta belə də olur. Məsələn, adam gəlir, gənc xanımdır, çənə dolusu istəyir. Deyirəm ki, sənin anan səni çox gözəl dünyaya gətirib. Yəni hər şey çox gözəldir. Bəlkə etməyək. Yəni fikrindən daşındırırıq ki, etməsən daha gözəldir. Yəni belə də olur. Elə olurmu ki, Olur. gəlirlər, amma ki etdirməyib gedirlər? Olur, çox olur. Yəni adamın kimsə kompleksə salıb, bu xanımlarda belə olur. Bir üzün əyridir və yaxud da nə bilim buran çökübdür. Qaça-qaça gəlirlər. Onu etmək lazım deyilsə, etməmək lazımdır. Yəni Son vaxtlarda bu burunu qaldırmaq dəb olub. Hər kəs burnunu bu vasitələrlə, tibbi vasitələrlə əməliyyat etdirmir. Yəni bir ara əməliyyat dəb deyildi. Dolğular. İndi dolğularla. Amma bu da fəsadlar yaradır. Lap əvvəl saplar çıxdı. Tibbi saplar, çənə üçün olunurdu, bu hissə olunurdu, burun üçün olunurdu, askılar belə deyək də, üz aşağı düşməsin deyə. Son 3-4 ildə o sapların belə istifadəsi çox azalmağa başladı. Nədən? Səbəb, çünki yan təsirlər görülməyə başladı. Həmin xanım çatdı 50 yaşına, getdi əməliyyata, əməliyyatda o sapları bir cərrah çıxartdı ki, bu nədir, düzdürmüsən? Bu elə problemlər çıxdı və yavaş-yavaş bu aradan çıxmağa başladı. Yəni kosmetologiya elədir ki, inkişaf etdikcə hansısa metodlar məlum olur ki, effektiv deyil və yaxud da zərərlidir, o sıradan çıxır. Yəni o yüzden sanki insanlar üzərində eksperiment aparır. Bir növ, amma insanlar özləri istəyir bu eksperimentin üzərində aparsın. Adam gəlir deyir mənə sap elə. Deyirsən yox, zərərlidir, gedir qonşuya. Doktor, keçmişdə deyəndə ki, ümumiyyətlə təcrübələr aparılanda sıçanlar üzərində, itlər, pişiklər üzərində aparırdılar. Son vaxtlarda isə insanlar artıq özlərini belə deyək qurban verməyə hazırdılar ki, təki gözəlləşsinlər. Nədəndir bu gözəllik xəstəliyi sizcə? Bax bir əks cins olaraq da ən azı. Buna belə bir cavab verim də. Bizim dünya ulduzları görürük, Hollywood ulduzları görürük. Biz məsələn hansısa bir məşhur aktrisanı 10 il izləməyib baxsaq həmən tanıyırıq. Düz deyilmi? Heç nə dəyişmir onda. Olduğu kimi də qalıb. Yəni dünya artıq nəyisə dəyişmə üzərindən getmir. Yəni olduğum kimi olum, həmin şarm qalsın, həmin gözəlliyim qalsın, sadəcə yaşlanmayım. Mən Angelina Jolie'yə və yaxud da nə bilim Meg Ryan'a, digər aktrisaları baxanda 10 ildə baxmayıb onu tanıya bilirsiniz. Onlar yox, qocalmırlar. Mən də onu deməyə çalışıram. Bizdə isə qırışlara yox deyirlər. Mən də onu deməyə çalışıram. Yəni bizdə isə ay Allah mənim alnıma qırış düşüb, qaça-qaça gedim bunu elətdirim. Bu səhvdir. Düşməlidir. Doktor, bax yetkinlik yaşına çatar-çatmaz uşaqlarda bu üzdə çox problemlər yaranır. Hər zamanda valideynlər bundan, uşaqdan da çox valideyn bundan əziyyət çəkir. Cizvələr, sızanaqlar. Bunun qarşısını necə almaq olur? Bir metodu varmı, yoxsa mütləq şəkildə? Cinsi yetişkənlik təxminən 10-11 yaşdan başlayır. 16-18 yaşa qədər bu müddət davam edir. Həmin müddətdə, yəni 17-18-dən sonra sızanaqlar öz-özünə sağalmağa doğru gedir. Yəni 17-18-dən sonra. Əgər sağalmırsa müalicə tələb edir. Amma 17 yaşa qədər, yəni adam 12 yaşdan sızanaqlar çıxıbsa, 17 yaşına qədər necə sızanaqla yaşayası deyil ki, yəni indiki uşaqlar da çox kompleks yaşayırlar, narahat olurlar bu durumdan. Qulluq vasitələri, gigiyena çox önəmlidir. Yəni üzünü vaxtında yuyacaq, xüsusi üz yuma gelləri olacaq, üzü üçün baxım kremləri istifadə edəcək, yəni qulluğunda duracaq, fast food yeməyəcək, qidalanmasına fikir verəcək. Bunların hamısına diqqət edəcək ki, necəsə 17-18 yaşa çatsın ki, o sızanaqlar üzündə çopurlar qoymasın, qalıcı izlər olmasın, ləkələr olmasın, burun deformasiya olmasın, böyük sızanaqlar çıxıb burun deformasiya edə bilir. Yəni bunlar olmaması üçün necəsə bu uşağı qulluq vasitələrini 17-18-ə çatdırmaq lazımdır. O yaşda əgər sızanaqlar bitirsə, tamamilə öz-özünə sağalıb gedirsə, yəni yetkin tövr bitsə sağala bilər. Genetikasında yoxdursa və s. hallarda. Ondan sonra biz onu müalicə edirik.
Müalicəsi uzundur, səbir tələb edir, əziyyətlidir, amma çox gözəl nəticələri var. Yəni yaxşı nəticələr əldə etmək Tərtəmiz yüz olur. mümkündür və bunun Amma çox uzun və səbir tələb edir. Amma bunun üçün də uşaq 17-18 yaş tamam olmalıdır. Ondan sonra müalicə edirik biz. 17-18 yaşa qədər müalicə olur. Qədər qulluq. Qulluqdur. Qulluq. Bəzən oğlan uşaqları həddən artıq qulluq edib aşırı bax, efir qabağında sizinlə söhbət etdik. Bu dolğulara onlar da meyilli olurlar. Sənət adamlarını qoyduq kənara da. Yəni sənətkar kişilər, bunlar da çox müzakirə edirlər ki, kişi xeylağıdır, getdi, üzünü dolğu elədi, nə bilim dodağını dolğu elədi, qaşını dəyişdi, formasını. Bu artıq qadınlar qalıb kənarda. Və kişilər önə çıxıblar. Kişilər önə çıxıblar artıq. Yəni adi sənətkar deyil belə. Baxırsan sosial şəbəkədə çıxır qarşına, qaşları dartılmış, alınmış, üzlərində son vaxtlarda xoşlayırlar bu saqqalın formada, nə bilim belə xüsusi bir naxışlı bir formada. Yəni kişilər daha çox simalarına baxmağa başlayıblar. Bunun günahkarı əslində xanımlardır. Çünki xanımlar ekstra gözəlləşməyə başladılar. Yəni bu da Bakı şəhərinin küçəsindən çıxsaq da bir baxımsız xanım görmədik. Hamısı çox baxımlıdırlar, çox özlərinə baxırlar. Yəni dünyanın heç bir ölkəsində bəlkə bu qədər baxımlı xanım yoxdur. Həqiqətən. Və bunun fonunda kişilər heç nə etməsi mümkün deyil. Kişilər də xanımlara baxaraq, onlar da müəyyən baxım işləri, kosmetoloji prosedurlar etməyə başladı. Amma burada bir abartıya getməmək lazımdır. Tutalım ki... Alüdə olurlar, getməmək lazımdır deyirsiniz doktor. Amma insan, bax necə qadınlar bir damcı, 1 qram, 2 qram, 3 qram bir də görürlər ki, artıq üz həmin üz deyil. Mən elə aktrisalarımız, elə müğənnilərimiz var ki, simalarına baxıram, tanımıram, valla tanımıram. Məsəl üçün adlarını çəkməyəcəm. İllər bundan, 20 il bundan əvvəl tanıdığım adamı danışıq səsindən tuturam ki, bu həmin sənət adamıdır. Mən də onu demək istəyirəm. Biz 10 il izləmədiyimiz dünya məşhur Hollywood ulduzunu bir dəfə baxan kimi tanıyırıq. Amma bizimkiləri tanıya bilmirik. Bəli, tanıya Çox ciddi dəyişir. Kişilər mövzusu. Kişinin dədə-babadan bildiyimiz bir aksesuarı var, o da onun saçlarıdır. Səhər-səhər yuxudan durdu, əl üzünü yudu, saçını daradı, getdi işə. Yəni bu belə olub da həmişə. Tamam, əgər... Niyə? Kişinin saqqalı var, bığı var. Yəni bu olmalıdır da. Yəni bununla da onun işi bitirdi. Amma zəmanə gəldi elə bir vəziyyətə çatdı ki, kişinin xanımı evləniblər, bunlar tutalım ki, aralarında 3 yaş fərq var. Xanım baxımlı, 40 yaş çatanda məlum olur ki, kişi artıq 50 yaş kimi görünür, xanım hələ də 30-lardadır. Və uçurum almağa başlayır və kişi kompleksə düşür, narahat olur ki, mən yaşlandım, xanım gəncdir, qəşəngdir, belədir və kişi məcbur gedir kosmetoloqa. Müəyyən işlər gördürməyə. Bu görmək olar. Yəni tam da ona qarşı ola bilmərik, yəni insanın seçimidir. Amma məsələn, yaşla bağlı incə qırışlar düşüb. Tamam, bura bir iki nöqtəyə botoks vurarsan, o qırışları itər, amma o kişinin çöhrəsi dəyişməz. Amma kişinin yaşla bağlı, tutalım ki, çənə xəttləri düzəlib, ora götürüb dolğu vurarsansa, o artıq kişilikdən çıxar. Necə çıxar? Yəni artıq sifət süni görünməyə başlayar. Yəni biraz xanımsız olmağa başlayar. Bu düzgün deyil. Məsələn, çənə xətti, indi bu dəqiqə oğlanlara çox dəbdədir ki, çənə xətti, aqressiv çənə xətti yaratsınlar. Keçmişdə deyirdilər ki, şıramlar, bu çapıqlar kişinin gözəlliyidir. Kişinin yaraşığıdır. İndi çənə xətti kişinin gözəlliyidir. Amma bu yanlış yöntəmdir. Biraz yaşlandıqdan sonra o dolğuların hamısı sifəti başlayır deformasiya eləməyə. Yəni həmin kişi 16-nı çox pis vəziyyətə çəkəcək 50 yaşlarında. Bilirsiniz nədən qorxuram? Bu əcayib filmlər olur. Fikirləşirəm ki, bəlkə bir 20 ildən sonra birdən-birə bu dolğuları yığışdırsalar, bunları istehsal eləməsələr, bu insanlar öz sifətlərində, simalarında qalsa, öz üzlərində yox ha, botoksdan, dolğulardan, nələrdən sonra o üzlərə qayıtsalar, görürsən qəşəng simalar olacaq? Yox, olmayacaq. Olmayacaq. Bax, ondan qorxuram. Yəni 90-cı illərdə olan dolğular, botokslar bugünkündən çox-çox fərqlənir. O illərdə bu prosedurları edən xanımlar, yəni indi sosial şəbəkələrdə baxa bilərsiniz, çox çirkin vəziyyətlərdilər. Əslində mən heç də əksinə deyiləm, bir xanım olaraq mən də qəşəng xanımda görəndə etmək olar yerində lazım olanı, qədərində. Yaşında, 20 yaşında, mən bu yaxınlarda 22 yaşlı bir qızın 7 nöqtə etdirdiyini görəndə şok yaşamışam. Yəni 22 yaşlı cavanlıq özü gözəllikdir də. Əlbəttə. Cavan dəri gözəldir. İşte gəldə bizim bir problemimiz var. Azərbaycanda kosmetoloji mərkəzlərinin əksəriyyəti tam təchiz olunmayıb cihazlarla. Yəni kosmetologiya ancaq iynələrdən ibarət deyil. Sizin əlinizdə cihazlar olmalıdır.
adam dərisi ləkəlidir, qızartılıdır və yaxud da hamar deyil, rəngi xoşuna gəlmir, solğundur. Bunları ilə iynə vurum, gözünün altının rəngini açım, elə deyil. Yəni dünya kosmetologiyası ilə iynədən ibarət deyil. İşin 60-70% cihazlardır. Əksər mərkəzlər, qısacası siz dediyiniz o dırılar, əlləri cihaza çatmır. Yəni o kosmetologların əlləri cihaza çatmır. Ona görə də qapıdan içəri gələn hər bir pasiyentə, müştəriyə mezo vurum, PRP eləyim, dolğu vurum, botoks vurum, bio vurum, başqa bir təklif edə bilmir. O yüzden də yəni biz küçədə gördüklərimizi şahid oluruq. Amma cihazlar əlində olsaydı, yəni cihazlı olan həkim bir iynə vuranda 2 dənə cihaz proseduru edəcək. Cihaz prosedurları belədir ki, adamın öz identifikasiyasından kənara çıxartmır. Öz ID-sində qalır. Yəni anasını necə dünyaya gətirmişsə, həmin gözəlliyini saxlayır, amma biraz korreksiya edir. Sanki freshlik verir, Bəli, canlılıq verir, rəng verir. qatır. Amma əlavə süni heç nə etmədən. Heç nə daxil etmir, müdaxilə etmir. Bu cihazlar müdaxilə edir, amma yad cisimlər daxil Yad cisim olmadan, bəli. Bunu cihazlarla əldə etmək olur. Cihazlar daha light təsirlidir, yəni asta təsirlidir, bir neçə dəfə etmək lazımdır, amma nəticə həm gözəldir, üstəgəldə heç bir zərəri yoxdur. Yəni, pasiyent heç bir şey itirmir. Doktor, istəyərdim ki, bizim tamaşaçılarımıza bir tövsiyə eləyəydiniz. Bax, ümumiyyətlə, bugünə qədər gördüyünüz, qarşılaşdığınız problemlərin nəticəsi olaraq nədən qorunsunlar, neynəsinlər bir təcrübəli həkim kimi? Birinci növbədə getdikləri həkimin həkim olub olmadığına baxsınlar. İkinci, vurulan preparatın doğrudan respublikaya legal gəlib-gəlməyib ona baxmalıdır. Çünki bu da var. Yəni iynə üçün nəzərdə tutulmayıb, amma onu iynə şəklində vuranlar var və s. Bunlara diqqət edəcəklər. İkinci, kosmetologiyada yaş dövrləri var. 20-25 yaşa təklif olunan prosedur 50-55 yaşda effekt vermir. Və yaxud da ki, tərsinə. Hər yaşın özünə uyğun proseduru var. Hər dəri tipinin özünə uyğun proseduru var. Kimisinin dərisi ağdır, kimisi tünd dərilidir, kimisi rozasiyaya meyillidir, kimisi akneye meyillidir. Yəni hər bir dəri tipinin, yaşın özünə uyğun prosedurları var. Oradan seçim edib getsələr, heç bir fəsad olmayacaq, əksinə çox gözəl nəticə olacaq. Təşəkkür edirəm, çox sağ olun gəldiyiniz üçün, bugün maraqlı bu sualları cavablandırdığınız üçün. Buyurun. Xanımlarımıza isə buradan gözəllik arzu edirəm. Hər zaman gözəl olun, amma çalışın təbiiliyə üstünlük verəsiniz. Can sağlamlığı hər şeydən önəmlidir.